Verilənlər bazasının əsas üstünlüyü böyük həcmdə informasiyanı saxlamaqla deyil, məhz lazım olan informasiya anı olaraq tapmaqda, onları emal etməkdədir. Bu məqsədlə də əks hissə bir neçə komanda nəzərdə tutulub, arama, çeşidləmə, sort və süzmə filtr. Arama komandası ilə tanış olaq, arama və çeşidləmə komandası ilə tanış olaq. Bunun üçün deməli ölkələr cədvəlini açaq. Kursoru deməli axtarış apardığımız sahəyə yerləşdirək, pul vahidinə tutaq yerləşdirək və əks avtomatik olaraq kursorun olduğu sahə üzrə axtarış aparacaq və pravka menyusunda narici komandası verək, find and replace dialog boksu açılacaq. Belə bir dialog boksu açılacaq və tapmaq istədiyimiz informasiyanı bura daxil edək, yazaq avro yazdıq və nativ dairə find next düyməsini çıxırdadaq. Bizim axtardığımız yazı, bizim axtarış şərtini ödən yazı tapılarsa, kursor həmin yazıya keçəcək və tapılmış mətni seçdirilmiş olacaq. Əgər uyğun yazı tapılmazsa, bu haqda bildiriş ekrana çıxacaq. Əgər tapılan yazı bizim axtardığımız deyilsə, find next nativ dairə komandasını verib, lazım olan yazını, bizi maraqlandıran yazı tapılanda da bu proses davam edir. İndi verilənlərin çeşidlənməsi texnologiyası ilə niyə görə çeşidləmə aparır? İki növ çeşidləmə. Hər hansı bir əlamətə görə verilənlərin nizamlanmasıdır çeşidləmə. Bu verilənlərə tez və səmərli baxmağa imkan verir. İki növ çeşidləmə mövcuddur. Artma sırası ilə çeşidləmə və azalma sırası ilə çeşidləmə. Ədədi sahələr üçün artmaq yaxud azalmaq qiymətə görə. Mətn sahələri üçün isə əlifbaya görə sıralamadır. Çeşidləmək lazım olan sahəni istənilən sətirdə çıpırdatmaq və rekord sort menyu komandasını seçmək və yaxud alətlər zolağında uyğun gələn düyməni çıpırdatmaq. Bunu bağlayaq, çeşidləmə aparaq, tables obyektini çıqqıldadaq və ölkələr cədvəlini açmaq üçün onu qoşa çıqqıldadaq. İstənilən sətirdə ölkənin adı istənilən sətirində alətlər zolağındakı olan deməli sortirovka vazrasta artma sırası ilə sıralama düyməsini çıqqıldadaq. Cədvəldə olan yazılar əlifba sırası ilə düzüləcək. Yazı menyusunda, zapis menyusunu açaq. Remove, udalit, deməli udalit filtr komandasını seçək. Yazılar əvvəlki ardıcıllıqla yerini dəyişəcək, düzüləcək. İndi ölkənin sahəsinə keçək. Ölkənin sahəsini biz yazmadığımıza görə, deməli, burada sahəsini daxil etmədiyimizə görə, biz buraya sahəsinə çıqqıldasaq və həmin əmri versək, artma sırası, azalma sırası ilə vursaq, deməli, qiymətlərə görə ölkələr düzülmüş olacaqdır. Qiymətlərin ölkənin sahəsinə görə azalma sırası ilə düzüləcəkdir. Pul vahidi sahəsini çıqqıldadaq. Alətlər zolağındakı artma düyməsini vuraq. İndi cədvəldəki yazılar ölkələrin pul vahidlərinə görə əlifba sırası ilə düzüləcəkdir. Cədvəli qapadaq. Saxlanmayı istəyirsən, niyyət. Çeşidləmə nəticəsində cədvəldəki informasiyalar məntiqi olaraq yenidən təşkil olunsa da, iş yenə də bütün cədvəllə aparılır. Lakin bizə yalnız müəyyən şərti ödəyən yazılarla işləmək lazımdırsa, bunun üçün filtr komandasından istifadə etmək lazım gələcək. İndi genişləndirilmiş süzgəcə görə verilənlərin süzülməsi. İndi deməli, bunu açmışıq, ölkələr cədvəlini açaq təzədən və süzgəc yaratmaq üçün rekord, zapis bəndindən filtr, расширенный filtr, yəni artmaya görə filtr komandasını verək. Belə bir pəncərə açılacaq. Açılan pəncərədə yazırıq, hansı bir sahəni biz keşidləmə, süzmək istəyiriksə, süzgəc aparmaq istəyirsə, tutaq ki, biz aparmaq istəyirik ölkənin sahəsini, bu yazırıq adını və kriteriya sahəsində
Kriter yasayışının şərti göstəririk. Böyükdür 100.000 və 100.000-dən böyük olan sahələri axtarıb bizə çıxardır, ekrana çıxaracaqdır. Vurdu. Vurandan sonra filtr. Apply to filter. Primenis filtr komandasını verək və 100.000-dən sahəsi böyük olan yazıları ekrana çıxaracaq. Biz də orada ölkələrin sahəsini yazmadığımıza görə heç bir şey ekrana çıxarmır. Bunu qapadaq. Bugünkü dərsimiz bu qədər. Diqqətinizə görə minnətdarım.